Kəramətin dədəsinə hökumət ev verib. Deməli, dədəsi satılıb. Düşüncəyə bax. Hökumət sizin dədənizə ev verməlidir. Onun dədəsinin 40 şeir kitabı çıxıb ədəbiyyat üçün xidmətləri olub. Qəşəm Nəcəfzadənin uşaq ədəbiyyatına töhfələri olub. Hollandiyada, Türkiyədə, İranda, Kolumbiyada belə onun şeirləri tərcümə edilib. Kitab içərisində satışlara çıxıb. Sizin onun dədəsi qədər Azərbaycan ədəbiyyatına, ictimaiyyətinə xeyriniz dəyibmi? Yox. Yazıcı ölməlidir. Yazıcı acından günorta durmalıdır. Ona buna borclu olmalıdır. Təhqir olunmalıdır. Üzr istəyirəm, üzünə tüpürülməlidir. Yaşamamalıdır. Yetim əlində qoğal əcaib görünməlidir. Bəs kimlər yaşamalıdır? Kimlərə ev verilməlidir? Siz deyin. Qəşəm Nəcəfzadəyə dövlət ev verib, deməli satılıb. Nizami Gəncəviyə hökmdar Afaq adlı kəniz verib, deməli Nizami Gəncəvi də satqın olub. Bəxtiyar Vahabzadə xalq şairi adı veriliblər, deməli xaindir. Ramiz Rövşən xalq şairi aldı, dövlət ev verdi, satqın. Ay balam, haqlarıdır da. Yazıcı şair dediyim kimi ancaq səfalət içində sürünməlidir, aclıqdan ölməlidir, başı qapazlı olmalıdır, çulu cırıq olmalıdır ki, sevilsin. Bəs vətənpərvər kimdir onda, sizmi? Küçələrdə kitab satıb nəşriyyata borclu olan bir yazıcının gedib bir kitabını almışsınızmı? Yardım üçün cibinə bir 5 manat qoymuşsunuzmu ki, günəşin altındasa get bir badamlıdan, sirabdan al, iç. Sizin bu cəmiyyətə, dövlətə və xeyriniz nədir?